Əziz və hörmətli dostlar, xoş gördük. Umaram ki, yaxçısınız. Yenə də sifariş edirəm ki, koronanı ciddi tutun. Çox öldürür, ciddi öldürür, ciddi xətərdir canınıza, ailəzə diqqətli olun. Lütfən, lütfən, lütfən. Hər yerə ki, adamlar yığışırlar, getmir. Lazım olmadığı surətdə əlbəttə gedin müsafirətə, gedin kətlərinizə. Gedin bir yerə ki, adam azdır, az adam görəsiniz. Gedin dolanın, dağda, orada, burada, çadır vurun, yaşayın. Amma hər halda şəhərdə şəxsiydi, vaxtsiydi, bu cür yerlərə gedib özünüzü və ailənizi təhlükəyə salmayın. Əziz dostlar, bildiyiniz kimi kitab oxuram mən və çalışıram hər gün çalışıram ki, bir kitab oxuyayım. Kitabdan bir səhifə oxuyayım. Dünənləri əslən fürsət eləyə bilmədim oxuyam. İndi də çox gecdir, amma bugünkü səhifəmi oxuyayım, sonra işimə davam verim. 53-cü səhifənin birinci paragrafını əgər yadımızda olsa, keçən dəfə oxuduq. İndi davam verək. Kitabın bir də adını deyim, Türkçülüyün əsasları, Ziya Gökalp yazan 100 il öncə və 53-cü səhifəni oxuruq. Mənim şüarım bu kitabı oxumaqda budur ki, Türkçülük aynı insanlıq və gözəllikdir. Vaqəən də bu cürdür. Və bu kitab camiə-şinasi kitabdır, çox gözəldir. İranda biz belə bir kitabı oxumamışıq. Belə bir kitabları oxumağımız gərəkir. İkinci paragrafdan başlayıram. Beləliklə, gərək müsəlmanların, gərək xristiyanların öz topluluqlarına məxsus vicdanları, təsəvvürləri və görüşləri dəyişdi. Dünən dedi ki, bizim Türkiyə, yəni Osmanlının iki dənə ayrı-ayrı topluluğu var idi ki, din əsasına bölünmüşdü. Biri müsəlmanlar idi, ümmətçilər, xilafətin ətrafında toplanmışdılar. Bir də xristiyanlar idilər ki, məsihilər yəni. İndi onun davamında deyir ki, bu iş bölümləri gəldi, şəhərlərdə cəmiyyət çoxaldı, iş bölümü gəldi, iş bölümü gələndən sonra özünün əxlaqını yaratdı, özünün fikrini, düşüncəsini yaratdı. O işdə işləyənlər o əxlağı və o düşüncəyə sahib oldular və beləliklə onlar dəyişdilər. Onlar dəyişəndə toplumda sənaye də dəyişdi və dəyişdikcə bu dəyişdik küllündə dibindən, kökündən dəyişməyə başladı. Onun üçün də din zəiflədi. Və bu topluluqlar da aradan getməyə başladı. Yəni, bilirik ki, xilafətin tərəfdarları üst-üstə aradan gedibdi və Məsihiyyətinki daha belə. İndi onun davamında deyir ki, beləliklə gərək müsəlmanların, gərək xristiyanların, məsihlərin öz topluluqlarına, yəni öz cəmiyyətlərinə məxsus vicdanları var. Vicdan dedik, o qəzavətdir ki, normalda tərifi budur vicdanın. O qəzavətdir ki, camiədə bir şeyə eləyiblər, biz də onu almışıq zehnimizə, ona vicdan deyirik. Və bu düz bir şey deyil. Yəni, vicdan əgər bu isə ərzişi yoxdur. Təsəvvürlər, dedik ki, bir kollektiv təsəvvürləri var hər millətin özünə görə, hər dinin və görüşlər də dedik, fikirlər, düşüncələr ki, adına fəlsəfə deyirlər, dəyişdi. Pəs bu cürsə oldu, bunlar dəyişdilər. Həm müsəlmanların ki, həm məsihlərin ki. Əskidən hər fərd bağlı olduğu dini topluluğu sosial bir orqanizma və özünü onun yarılmaz bir ortağı görənkən, indi sosial orqanizma olaraq yalnız öz dil topluluğunu görməyə və özünü onun ayrılmaz bir orqanı saymağa başladı. Cümlə uzundur, amma mənası çox sadədir. Deyir ki, əski zamanlarda hər fərd, hər birey türkcə, hər birey bağlı olduğu dini topluluğa, mən müsəlmanam, məsələn, müsəlman topluluğuna bağlıyam, mən, məsələn, məsihiyəm, məsihi topluluğuna bağlıyam, mən hər nə dinliyəm, o dinçilərin topluluğuna bağlıyam. Bunu istir desin. Hər fərd bağlı olduğu dini topluluğu sosial bir orqanizma, ictimai bir üzv, orqan nə mənədir? Bədənimizin hər bir üzvü bədənimizin orqanıdır.
Orqan normalda canlıdır. Bunu yadımızda saxlayaq. Yəni diri bir mövcuddur. Məsələn, ağacın orqanı yoxdur. Çünki təqribən ağacı diri bilmirik. Amma serçənin, ilanın, qarışqanın, adamın orqanları var. Burada camiəni bir diri mövcuda bənzədir. İndi bugünkü camiəşünasa əslən bu bənzətməni qəbul eləmirlər. Çünki deyirlər ki, camiə adam kimi deyil. Fərqli bir şeydir. Məsələn, adam sərətan tutur. Bənzədə bilmərək. Çünki camiədə də filan şey və mən onu sərətana bənzədirəm. Bu doğru deyil. İndi bu bəhs burada çox gedir camiəşünasıda. Amma hər halda o zaman insana bənzər. İndi bizim də İranda elə bu var. Məsələn, danışqahlarda camiəşünasını insana bənzədirlər. O şey ki, ona asibhai ictimai deyirlər, onu da insanın mərisliqlarına bənzədirlər. Əslən belə deyil. Yəni, mərisliq bir şeydir, insan bir ayrı bir şeydir, toplum bir ayrı bir şeydir. Toplumun toplumsal mərisliqları var. Və toplumsal mərisliqi sərətan deyil. Yəni, bir mərisliq AIDS deyil, məsələn. Ya korona deyil. Korona bir toplumsal problemdir. İndi bizim ya əlimizdən xaricdir, ya içindədir. Amma hər halda. Pəs deyir ki, öncələr, əskidən, hər kəsən öz dininin üzvüydi. Dinin orqanizmasının, orqanizma yəni o dinin üzvlərinin, burada deyir ki, yarılmaz. Yarılmaq, yəni bilirsiniz də, biz məsələn bir dənə ağacı balta ilə, dəhri ilə, hər nə ilə yarırıq. 2-yə bölmək, ya 100-ə bölmək, ya milyonlara bölmək. O yarmaq odur, zorla birini ayırmaq. Deyir ki, əskidən birinin o cürsi idi. Yəni, din toplumuna yapışmışdı və onu ayırmaq o din toplumunun üzvü kimi idi. Elə bir ki, bu barmaq, məsələn, mənim bir orqanımdır. İç orqan var, eşik orqan var. Bunu, məsələn, buradan ayırmaq özü bir şeydir. Onu deyir ki, o zamanda insanlar o cürüdülər. Və özünü onun yarılmaz bir orqanı görərkən, hər fərd özün o din toplumunun, dinçi toplumunun yarılmaz bir üzvi, bir orqanı görürdü. Orqan burada üzv hesablayırıq. O şey hesablamırıq. Yəni, biolojidə gedən mənanı burada hesablamırıq. Əziz dostum, 53-cü səhifə 2-ci paragraf deyəm. İndi sosial orqanizma olaraq, indi din getdi aradan, deyir ki, Osmanlıda getdi, din azaldı, yəni xilafətinki azaldı, Məsihiyyətinki azaldı, bunları istir deyə. İndi sosial orqanizma olaraq, indi hər birey, hər bir fərd, hər birey sosial orqanizmanın din deyil də, daha indi ictima. Genə dedim, burada o cürsə görsədir. Yalnız öz dil topluluğunu görməyə yalnız hər kəs öz dilinin topluluğunu görməyə və özünü onun ayrılmaz bir orqanı saymağa başladı. İndi ki, din getdi aradan, hər kəsən din getdi aradan, hər kəsən dininin orqanı, yəni mənim dilimdə kimlər danışır? Hər kəs hər yerdə bu dili danışır, furi ona mən yaxınlaşıram, özümü o cürsə tanıtdırıram və o dilin üzvünün bir parçasıyam. Başladı, yəni başladıq özümüzü belə görək. Qabaqcan dinlə görürdük da, indi dinlə görmürük, indi dil ilə görürük. İşte din topluluqlarının dağılmasıyla onların yerinə dil topluluqların geçmiş olması beləcə gerçəkləşdi. Deyir ki, İşte belə oldu ki, din topluluqlarının dediyim kimi dağılmasıyla onların, yəni o din topluluqların yerinə dil topluluqlarının geçmiş olması gerçəkləşdi, yəni həqiqətə çevrildi. Belə oldu. Yəni, dahi məsələn, indi fikr eləyin ki, məsələn, Suriyədə türklər, məsələn deyirəm, şiə olalar. Qabaqdan o şiəliq idi. İndi yox, indi Suriyədə türklər, Əraqda türklər, Türkiyədə türklər, Azərbaycan, Şimali Azərbaycanda, İranın hər yerində türklər, o birisi yerdə hamısı deyir ki, mənim dilim nədir?
Türkiyə də məndəndir, Azərbaycan da məndəndir, Suriyədəki də məndəndir, Əraqdakı da məndəndir. Özün belə tərif edir. Özün bu cürsü görür ki, biz də bu cürsü görməyə başladıq. Geçmiş olması, okey. Pəs din topluluqların dağılması, onların yerinə dil topluluqların geçmiş olması beləcə gerçəkləşdi. Rum patriarxanəsi, patriarxanə dedik, kilisaların başıdır. Patriarx da o kilisaların rəhbəridir. Rum patriarxanəsi, Osmanlıda olan Rum patriarxanəsi, yəni Türk patriarxanəsi sinə bağlı din topluluğundan öncə ermənilərin, sonra ilahilərin, yəni Rumanilərin, ilahilərin adları parantez arasında yazıb Rumanilərin, yəni Rumanilərin, Sırbların, Bulqarların, hətta bağımsızlıq qazanan Yunanlıların ayrılmaları və bir qisminin əksarhilik deyir ki, mənasını bilməyibdir. Əksərlik ehtimalən yazacaqmış. Bizim mütərcimimiz də belə düşünür ki, möhtəmələn əksərlik ya əksəriyyət deyir. Bu əksarhilik. Bu ehtimalən qələt düşübdür. Bu da qələt tərcümə eləyibdir. Əksəriyyətli, əksarlik olacaq. Əksərlik, burada bir H izafi düşübdür. Adı ilə bu ayrılışa daha bəlirli bir biçim vermələri bu iddiamıza canlı bir dəlildir. Deyir ki, indi gələk bu patriarxanədən başlayaq. Yəni, Yunanlı ya Rumlu kilisalara bağlı olan millətlərə danışaq. Görək ki, onlar din əsasında qaldılar, yoxsa dil əsasında bölündülər. İndi onu danışır. Rum patriarxanəsinə bağlı din topluluğundan, tamam, öncə ermənilər, birinci dəfə ermənilər ayırdılar. Onlar da məsihidilər. İndi hara bağlıdılar? Rusiya patriarxanəsinə bağlıdılar. Ermənilər. Pəs Rumdan ayrıldılar. Əvvəlimcisi ermənilər. Sonra ilahilərin. İlahilər kim olur? Rumanilər. Rumanilər ki vardı, Rumaniyalılar. Onlar ayrıldılar. Baxın, görürsünüz, deyir adları ilə. Serbilər sonra ayrıldılar. Serbistanını qurdular. Bulqarlar aldılar. Bulqaristanı qurdular. Hətta bağımsızlıq qazanan, yəni istiqlalı qazanan, istiqlalı ələ gətirən, qazanan, yəni bilirsiniz də biz yerdik bir işləyir, pul qazanırıq məsələn. Maaşımızı, rifahımızı qazanırıq ondan əslində. Hətta bağımsızlığın qazanan, müstəqilliğin, bağımsız müstəqil, istiqlalın qazanan Yunanlılar. Yunanlıların bir parçası Yunanistan'da dövlət qruplarda, indi Yunanistan vardı, Yunan adında. Onlar deyir, belə bir parçası orada dövlət qurdular, özlərinə müstəqil oldular. Bu, birinci savaşdan sonra onlar müstəqil olublar. Ondan qabaq bizim, görün biz nə qət yerləri, bu məmləkətlər ki deyir, bunların hamısını biz əldən vermişik. Ərəbləri saymır, hala məsələn, tamam bu ərəbi məmləkətlər ki indi vardı, bunların hamısı Osmanlının idi, Türklərin idi. Ha belə Afrika, bunlar ki saydı Avropa, həm şərqi, həm qərbi Avropadır. Yunanlıların ayrılmaları və bir qisminin burada sonrası kəlmə deyir əksərlik ki bu deyir əksəriyyətlik adı ilə deyir ki əksəriyyətin adı ilə bunlar nə oldular? Ayrılışa adı ilə bu ayrılışa daha bəlirli, aşkar, aydın, roşən bir biçim vermələri, yəni ona bir ayrı, bəlirli bir şəkil verirlər. Biçim, şəkil, vəziyyət, durum vermələri bu iddiamıza canlı bir dəlildir. Bizim bu iddiamıza ki, dinlə bağlı olan camiələr ayrıldılar və indi İslamda da dəqiqən bu vardı. Yəni, Osmanlıdan müsəlmanlar ayrıldılar, özlərinə ərəblər hərəsi bir məmləkət qurdular. Və burada təhd dillə görə deyildi. Çünki hamısının ərəbcə dilləri müştərəkdir. Amma ərəblərin içində neçə dənə məmləkət var? İndi mən bilmirəm, saymamışam.
Amma çoxlu məmləkət düzəldi. Bunların ehtimalən çox nəcadi və bilirsiniz, əlbəttə istemarın üzündəndir. Bu ingilislər bunları belə böldülər. Yoxsa bunlara qalsa, əlbəttə əslində də hamısı bu ərəb məmləkətinin hamısı 3 ailənin uşaqlarının şahlılıqlarıdır. 3 ailə deyil, məsələn, bir ailənin 3 uşağıdır bu şahlılıqlar ki, ingilislər bunları hərəsinə birinə gətiriblər, sonra da onların yenə bölüblər bu cünkü vəziyyətə yetişibdir. Bu dil topluluqların Osmanlılıq adı verilən politik topluluqdan ayrılmaları, din topluluğundan ayrılmalarından sonra olması da ilk nədənin politik olmayıb, sadəcə kültür olduğunu göstərir. İndi bu cümlədə də deyir ki, bu iki Osmanlıdan ayrıldılar, müstəqil dövlət qurdular. Bu da bunu göstərir. Siyasi deyildi əvvəldə. Əvvəldə dil məsələsi ilə idi. Bunu deyir. Bu dil topluluqlarının, məsələn, dedi də, indi adların saydı. Məsələn, Serblər, Bulqarlar, Yunanlar, Rumlular, Ermənilər, bunlar. Bunlar deyir ki, Osmanlılıq, yəni bunların hamısı üçün imperator idi, hamısı özünə deyir, biz Osmanlıyıq da. İndi deyir ki, adı verilən politik topluluqdan ayrılmaları, yəni bunlar o Osmanlılıqdan siyasi topluluq ki, Osmanlı idi, ondan ayrılmaları, din topluluğundan ayrılmadan sonra olması. Deyir ki, əvvəlcən din topluluğundan bunlar ayrıldılar, sonra siyasi olaraq ayrıldılar. Bunu istir desin. Sonra olması, yəni politika ayrılıqları sonra gəlməsi ilk nədənin politik olmayıb. İlk dəlil ki, bunlar ayrıldılar Osmanlıdan, siyasi deyil, politik, siyasi olmayıb, sadəcə kültür fərhəng farsca, kültürel, ərəbcə nədir? Səqafə, 3 nöqtəli sinlə, səqafə. Səqafə olduğunu göstərir. Göstərir ki, bu ayrılıq siyasi deyildi. Əvvəl dildən idi, dindən ayrılandan sonra dil üzü ilə məmləkət qurdular. Onun üçün də indi diqqət buyurun, ermənilərin dilinin fərqi var, Sirbilərin fərqi var onlardan, Bulqarların fərqi vardı, Yunanlıların fərqi var. Bunların hamısının dili fərqlidir. Onun üçün deyir ki, bunlar dil üzərinə dövlət qurdular. O patriarxanə, bu dil topluluqlarının Osmanlılıq adı verilən politik topluluqlardan ayrılmalı, din topluluq, bunu oxuduq. Zaten dil və milli kültür topluluqlarından ibarət olan millətlər əski zamanlar da var idi. Zaten əslində dil və milli kültür topluluqlardan ibarət olan millətlər, dil və kültürdən də, yəni bunlardan deyir, o topluluqlar, cəmiyyətlər, millətlər, əski zamanlarda da var idi. Deyir ki, bunlar əski zamanlarda var idi. Osmanlı bunları işğal eləmişdi, hökm altına almışdı. İstir bunu deyə. Onlar var idilər. Yenə də dil əsasında falan, amma sonra dindən şey olur. Ancaq iki türlü imperializm, dini və politik imperializm, onları iki topluluğun içində, yəni səltənət və ümmət çəmbərləri arasında həbs etmişdi. Deyir ki, bu var idi, bu kültür və dil, öncədən də var idi, amma bunlar iki dənə imperializm. Dedik, bu imperialisti o dövrünün şeydir, əsli ideolojisi, düşməni ideolojisidir. İndi də bəzi yerlərdə hala bu imperializm məsələsi işlənir. Ya gərək özün imperialist olasan, ya da imperialist ziddi olasan. Bu anlamdadır əslində. Yəni, biz bəzən deyirik ki, bizim imperatorlarımız, yəni o dövrdə biz imperialist idik. Əgər doğrusunu desək, bu düşüncədədir. Onun üçün də, dostlar, diqqət buyurun, biz çox zərif bir şey deyim. Biz bəzən milli hərəkətdə işləyən dostlarımız ya savadsızlıqdan, ya diqqətsizlikdən bəzən bir xəta edirik. Məsələn, deyirik ki, bir dənə bir işi ki, ittifaq düşübdür, bir xəbərdir, bir olaydır, üz veribdir, acı ya filan. Deyirik ki, bu məsələn filan millətə nisbət veririk. Diqqət buyurun, o hadisə əgər pisdirsə, bizdə də düşsə, bizdə də pisdir.
Əgər o hadisə bir nəfərdə üz verdiyi üçün o milləti məhkum edirik, onun üstünə həmlə edirik, o hadisə bizdə də ittifaq düşsə, biz də otomatik məhkumuq. Bunun üçün dostlarımız diqqət olun, eləyin. Məsələn, deyir ki, bir dana Kürt qızının başını kəsdi. Kürdlər belədilər, elədilər filan. Sabah görürsünüz ki, Təbrizdə ya orada ya burada bir nəfər məsələn uşağının başını kəsdi. Əgər biz onu bir nəfərin rəftarı üzündə bir milləti məhkum edirik, hamısına nisbət veririk, özümüzdən difa eləyənlər olanda. Bunun üçün bunlara diqqətli olmalıyıq. Biz o şeylər ki, tənaquz yaradır, yaşamamalıyıq. Fikrimizdə və düşüncəmizdə tənaquz olan şeyləri üstündə işləməməliyik. Çünki onda özümüzü məhkum edirik. Biz təbii ki, məsələn, deyirik, ağa, mən indi əlan dedim, imperializm nə mənədir? Deyir ki, ağa, dünyanı çap millət və saxla. Çox gözəl bir fikirdir. İndi siz bunu ədalətlə görmürsünüz, çünki zorunuz yoxdur. Mən ədalətə bilirsiniz də, nə cür inanıram. Çünki zorunuz yoxdur, deyirsən, mənim üçün zorum yoxdur, tamam, məhkum eləyəcəm onu. Məhkum eləsən, Amerikanı nə qədər məhkum edirsən elə. O, millətin saxlayır. Dünyanı çapır, gətirir, millətin saxlayır. İndi, biz əgər bir gün o gücə gələk ki, farslar məsələn o gücün daimən fikirdədirlər. Farslar daimən bunu təkrar edirlər özlərinə. Biz Əfqanistan, Pakistan, Hindistan, nə bilim, Üzbəkistan, Tataristan, hamısı bizim idi, biz işğal eləmişdik, ərəblər bizim idi, nə bilim, filan, bizim torpaqlarımızdır, bunlar müstəqil olublar, filan bəhman. Bu, həman o imperialisti baxmaqdır. Amma onlarda bu ideal hala var ki, bir gün biz imperator olacaq yenə də. Bu, əlbəttə, indi də imperatorluqdur İran. Farslar indi imperatorluq idarə edirlər. Və bu imperatorluğu bizdən alıblar, heç də xəş qoymayıblar. Yəni, məsələn, 100 dana fars ölməyibdir, hətta 10 dana fars ölməyibdir bu imperatorluğu almağa. Çox rahat alıblar. Bunun üçün də bilmirlər nə cür saxlayırlar. Ən böyük xətaları da buradadır. Yəni, əgər bilsələr bunu zorla alsaydı, məsələn, 100 min sərbazları ölsəydi, fars ölsəydi, indi bilərdə ki, bunu saxlamağı biz gərək bölüşək. Niyə türklər, məsələn, Osmanlıda bölüşürlər? Osmanlıda görsə, türk hər şeyi bölüşür. O da eləyə bilərdi, türk dili ya ərəb dilinin üstünlük bunların birini seçə və millətləri bunun altında saxlayır. Amma eləmir. Niyə? Çünki bölüşməyi başarır. Bir dana iştibah ki, elədik gərək, bunu gələcəkdə təkrar eləməyək, o da budur. İngilistan da aynını getdi, aynı bölüşməni böldü, amma dilin təhmil elədi. Bizdə biraz o şey ki, indi hüquqi bəşər deyirlər, insaniyyət deyirlər, biz türklərdə çox-çox yuxarıymış. Bunun üçün diqqət buyurun, bu İngilislər gəldilər, bu Amerikanı, Kanadanı, Avustraliyanı açı aldılar, hətta Hindistanı açı aldılar. Bunlarda buranın Amerika ilə Kanadanı deyirəm. Buranın əsl insanları indiki fəaliyyət edirlər siyasi. Mütəqidlər 100 milyon adamı öldürdülər, dillərin bunlara təhmil elədilər. Diqqət buyurun. Həm dillərin, həm dinlərin. Calibdir bu, buranın əsli insanları ki, Türkçə qızıldərili, farsdan sorğpus deyirlər, burada native, yer sahibi deyirlər. Bu yer sahiblarının nə dini var idi? Nə də dilləri ingiliscə idi, ya fransızca idi, yox. Özlərinin burada neçə dilli millət var idi əslində. Yəni, əgər dili biri olan insanları bir millət hesablasaq, burada yüzlər millət var idi ki, dilləri bir-birindən fərqlidir. Kanadada, məsələn, 14-15 dana indi əlan o millətlərdən qalır ki, dilləri fərqlidir, bir-birindən ayrıdır, bir-birinin baş tapanmırlar. Amma hamısı özünə deyir ki, native, yəni özlərinə deyirlər ki, biz əlbəttə native demirlər, biz onlara native deyirik. Xaricdən gələnlər native deyirlər. Torpaq sahibi. Onların özlərinin adları var. O adla özlərini çağırırlar. İndi, bizdə bu iştibahı elədik ki, Avropanı aldıq, dilini çevirmədik, dinini də çevirmədik. Biz çox insanıyıq. Baxın, hər savaşda qətl var. Bunu deməyək ki, yenə dedim, bunları deməyək ki, Kürdlər adam öldürürlər, ərəblər adam öldürüblər, bəluçlar adam öldürüblər, lorlar adam öldürüblər, farslar adam öldürüblər, qətl eləyiblər. Yox, baxın, savaşın adəti adam öldürməkdir. Biz də adam öldürmüşük. Biz də torpaqları gedib maçı verməmişik.
Yox, bizdə elə getmişik, adamlar ya qorxublar, təslim olublar öncədən, ya da getmişik, savaşmışıq, öldürmüşük. Və torpaqları belə almışıq. Dedim, amma biz çox bu savaş mərhələsini ki, geçmişik, təslim mərhələsini yetişəndən sonra adamların dini ilə, dili ilə işimiz olmuyordu. Hətta torpaqları ilə, hakimiyyətləri ilə işimiz olmuyordu. Cəlibdir ki, bunların çox vaxt elə həman şah qalıbdı, oğlu da şah olubdu və bizim himayətimizdə qalıbdı. Bu, o şeydir ki, biz yaşatmışıq tarixdə. Bunun üçün də biraz bizlərdən bu cürsə, məsələn, ərəblər ya o birisi millətlər, türklərdən acıqları çox gəlmir. Bunu fəqət bir işarə eləyib keçəcək adam ki, işarə elədim. Ancaq iki türlü imperializm var idi tarixdə. Din və politik. Bir dini imperializm, bir də siyasi, politik imperializm var idi. Onlar iki topluluğun içində, deyir ki, o din ilə siyasi imperializm iki cürə cəmiyyət, topluluq, iki cürə cəmiyyətin ya millətin içində, yəni nə mənə səltənət və ümmət. Biri səltənət idi, biri də ümmətçilik. Deyir, bunun içində yaşırlar. Bu iki topluluq buydu. İki topluluğun içində, yəni səltənət, İranda səltənət var idi. İranda yox, Qacariyyədə, Səfəvidən bu günə qədər. Bu adla, bu torpaqlarda səltənət var idi. Osmanlıda xilafət var idi. Ki adına ümmət deyilirdi. Deyir ki, ümmət olur din, diqqət buyurun. Ümmət olur din, yəni mollalar, filanlar, bəhmanlar ki, dinə gəlirlər ki, xilafət dinə gəlirdi. Və kilisada da olurdu nə mənə? Səltənət. Ümmət, bu iki dana çəmbərləri. Çəmbər nə deməkdir? Qəfəs deyək. Qəfəs deyək buna. Çəmbərləri arasında həbs edilmişdi. Bəs hər millət ki, tarixdə də özlərinin dinləri var idi, dilləri var idi. Bunlar tarix içində dinlə siyasətin içində həbs olmuşdular. Həbs ərəbcə sözdür. Biz onun yerinə zindan deyirik. Bir də bilmirəm, zindan farsıdan almışıq ya yox. Çünki biz məsələn zindan dəvənin burasında bir ağır, ona da zindan deyirik. Amma dustaq deyirik biz. Dustaq da deyil, tustaq olacaq, çünki tutmaqdandır. Amma bunu indi bizim dilimizdə çox vaxt d-la t bir-birinə qeydir, da bilirsiniz bunu. Məsələn, mən o günlər dedim, budun sözün dedim, ha budun. Dedik ki, bud sözündəndir. Mən fikirləşirdim ki, bütün ola bilər, bütün sözündən gələ bilər. Çünki bütün yəni kamil. Millət də deyəndə yəni kamil bir bunun hər şeyi ilə. Mənim nəzərimə bütün sözündən gələr, mütə t diya çevrilibdir. Orada ona görə. Məsələn, biz deyirik ki, Məhməd. Türkiyədə deyirlər. Məhəmmədə Məhməd deyirlər. Məhəmməd. Orada t-a bənzir. Baxın, bir Məhəmməd də deyə bilirik. Görürsünüz ki, bizdə d-la t-ın arasında çox belə bir az zərif fasilə vardı. Onun üçün də Türkiyədə görürsünüz, dedim, məsələn, Məhəmməd demirlər. Məhməd deyirlər. Məhməddə də t var. Budon da mənim nəzərimə ki, millət adına gəlir. O da bütündür. Bütün ola, o bütün əski zamanlarda d qəliz işlədirmişlər. Onun üçün olubdur. İndi bizim çox, məsələn, kəlmələrimiz var. İndi Təbrizdə, Ərdəbildə, orada, burada d, t, t, d-a çevrilir. Bu bizim dilimizdə bir vəziyyət durumdur və onu da mən demağın özümə boş bildim. Bu topluluqları, çəmbərləri gücdən düşdükcə həbs edilmiş topluluqların sərbəst olmağı üçün mücadiləyə girişmələri doğaldı. Diqqət buyurun, burası bizim vəziyyətimizi deyir. Deyir ki, bu topluluqların səltənət və ümmət, səltənət siyasi, ümmət dini dedik. Bu topluluqların çəmbərləri gücdən düşdükcə, o zindanları, o mühasirələri, çəmbər şayət mühasirə də məna eləyə bilər. Çəmbərləri gücdən düşdükcə, bunların gücü azaldıqca
həbs edilmiş topluluqlar, o millətlər ki, həbs olublar, Serblər, falanlar, türklər, indi ərəblər, bəluçlar, türkmənlər, qəşqailər, lorlar, ciləklər, mazənilər, deyir, bunlar nə olarlar? Həbs edilmiş topluluqların sərbəst olmaq üçün, sərbəst azad olmaq üçün mücadiləyə girişmələri, mücadilə, yəni mücadilə həm savaş anlamına gələ bilər, həm də ki, hər türlü mübarizə cədəldəndir. Mücadilə sözü cədəldəndir. Cədəl normalda dillədir. Yəni, biz dillə və düşüncə ilə bir-birimizlə çox ciddi tartışsaq və bu bir-birinin ziddi olsa bu düşüncələr, buna cədəl deyirik. Mücadilədə iki dana fikrin bir-biri ziddi olmaq. Məsələn, biz indi deyirik ki, biz bir ayrı millət olsan, bu iki dana fikirdir. Farsla türk bir deyil. Bu iki fikir də bir-birinin ziddidir. Biz farsları qəbul eləmirik, farslar da bizi qəbul eləmirlər. Biz onların tarixini qəbul eləmirik, onlar bizim tariximizi, biz onların dinlərini qəbul eləmirik, onlar da bizim, biz onların kültürünü qəbul eləmirik, onlar da bizim, biz onların siyasətlərini qəbul eləmirik, onlar da bizim, biz onların torpaqlarını qəbul eləmirik, onlar da bizim. Bu iki deyir ki, bu Moğoldan gəlmədi, Azəridir, nə bilim, bu mühacirdirlər, bunların hamısının anlamı bunlardır, yəni, buradadır. Yəni, o bizi qəbul eləmir, çünki bizi düşmən görür. Biz mütəəssifanə onları düşmən görməmişik bu günə qədər. Bu bizim ən böyük zəfimizdir. Həmişə buradan kötək yemişik. Biz insanları çalışmışıq ki, xoş sözlərin inanaq. Xoş sözlərinə düşməni inanmayacaqsınız. Xoş sözlərinə şək eləyəcəksiniz. Həmişə. Girişmələri, yəni girişmək da bilirsiniz də, yəni məsələn küşlüyə girişmək. Küşlü də deyil, onun bizdə nədir? Güləşmək. Güləşə girişmək. Yəni başlamaq. Dərgir olmaq farsça deyibdir və doğaldır, təbiidir. İşte yurdumuzda öncə bağımsızlıq biçimində özünü göstərən millət axımları bu biçimdə gəlişdi. İşte indi ya burada, yəni bu vəziyyətdən baxanda burada, işte burada yurdumuzda, yurdumuz yəni vətənimizdə, yurdumuzda öncə bağımsızlıq, öncə o əvvəlcə bağımsızlıq, istiqlal biçimində özünü göstərən millət, müstəqillik şəklində, biçimində, şəklində, halında özünü göstərən bir millət, Türkiyə milləti, indi burada Türk millətindən danışır, axımları, yəni hərəkətləri, cərəyanları bu biçimdə gəlişdi, belə gəlişdi. Yəni, əvvəl biz xilafətlikdən uzaqlaşdıq, yəni ümmətlikdən uzaqlaşdıq, yəni dindən uzaqlaşdıq, sonra türklük əsasında bir millət qurduq, Türkiyəni saxladıq. Onu istir desin. Müsəlman qurumlar arasındakı millətçilik axımları da eyni biçimdə özünü göstərdi. Baxın, orada Məsihliləri deyil də, patriarxanədən, Yunan patriarxanəsindən ayrıldılar. Hər kəsən dil əsasında özünə məmləkət düzətdi. İndi onu deyir ki, müsəlman qurumlar, müsəlman farsca nəhad deyirlər, qurumlar və düşüncələr, habelə nə mənələr? Siyasi qurumlar, ictimai qurumlar, yəni təşkilatlar arasındakı millətçilik axımları da, məsələn, o dedi ki, mən Ərəbistanlıyam, bu dedi, mən Afriqalıyam, o dedi, mən nə bilim, Türkəm, o birisi dedi, mən Farsam, hər nə. Bu axımlar da eyni biçimdə, yəni dəqiqən o şəkildə ki, Məsihlər başladılar, özünü göstərdi. Bizim, istədik ki, biz Türkiyədə ki, dövlət qurduq, biz də eyni o cürsə, əvvəl ki, onu dedim, o cürsə gəldik. Örnək olaraq, nümunə üçün, yəni nümunə üçün Arnavudları alalım. Arnavudlar türkdülər, onları deyir alarım. Haradadılar bu Arnavudlar? Əgər yadımızda olsa, dedi ki, indi Rusların hökmü altında bir cumhuriyyətdir özü. Müstəqil bir cumhuriyyətdir. Ruslara bağlıdır amma. Xarici işlərində Ruslara bağlıdır. Ordusu da yoxdur. Başkimciliğin mərkəzi olan Tuskalar əski zamanlardan bəri Bəktəşiliyə sapmaqla
din topluluğundan uzaqlaşmışdılar. Arnavutlar deyir ki, başımcılığın mərkəzi olan Toskalar. Deyir ki, bunların hərəkətinin başlıcısı olan Toskalar, yəni Arnavutların içində Toskalar da var hətmən. Bu Toskalar ki, deyir, bu hərəkətin başçısı oldular. Mərkəz də bilirsiniz, yəni göbəyidir, yaxı, ortası, ya ürəyi. Ürək deyə bilirik biz bunu türkçədə. Başkımcılığın mərkəzi olan, bəlkə başkımcılıq da bunun bir ayrı anlamı da ola bilər, mən bunu bilmirəm. Mərkəzi olan Toskalar əski zamanlardan bəri, ya belə deyir qədimdən, bəktaşiliyə sapmaqla. Bəktaşilik bilirsiniz, sufiyyənin bir qoludur. Türkiyədə bu gündə davam tapır, çox ciddi bir örgütdür əslində, yəni deyək ki, təşkilatlı bir, həm sufilikdir, həm müsəlmanlıqdır, həm də özünün bir, deyə bilirik ki, bir siyasi bir təşkilat kimi də görə bilirik onu. Eyni Bəhaiyə kimi, bilirsiniz, Bəhailər dəqiqən bir təşkilatdılar. Çox siyasi, ictimai və cəlib budur ki, məsələn, Bəhailər gəlirlər, xaricdə pənahəndə olalar, bunları tapmaq çox rahatdır. Deyir ki, kafidir, məsələn, bir dənə Bəhaidən ki, filan şəhərdə olur, deyirsiniz ki, filan kəsi tanırsan, gedəcək orada dəftərə baxacaq, filan kəsi nənəsi Bəhaidir, dədəsi Bəhaidir, özü Bəhaidir, ya Bəhai olubdur. Onu çıxadacaqlar, deyəcəklər ki, hə, bu Bəhai olub, bunu biz qəbul hələ eləmirik. Amma bunun dədəsi də Bəhaidir, nənəsi də Bəhaidir, bu əsl Bəhaidir, məsələn. Bülürlər, hamısı. Çünki cələsələri var. Bunların məsələn həftədə ya 15 gündə ya 20 gündə ya ayda bir dana cələsələri var. O cələsələrdə hər şeylərin danışarlar və bir-birlərindən də əcibə himayət edirlər. Bəktaşilərdə belə bir cəmiyyətdilər, bir-birlərin azlıqda olduqları üçün əlbəttə də. Saplamaq nə deməkdir? Sap bilirik də dəstə. Nəyə saplanar? Biz buna sap deyirik da, həm ipə deyirik sap. Həm də ki, bir şeyin dəstəsinə də sap deyirik. İyniyət taxancaya da sap deyirik, cəlibdir. Çünki onu da sap dəlikdən geçiririk. Dəstliyə də sap deyirik, çünki onu da bir dəlikdən geçiririk. Buna deyirik sap. İndi, saplanmaq nə demək? Yəni, onlar bir şeyə qıfıllandılar. Nə idi? Bəktaş adında adamın biçimində bir fikir və birləşmək. İndi bunlar o bəktaşiliğa nə olublar? Elə bir ki, qazmanın dəstəsini soxuruq qazmiyə da, o dəmirə. O nə olur? Ona saplandı, ona qaldı orada. Buna farsca nə deyirlər? Məsələn, deyir ki, təmərküz eləmək. Saplanmaq, təmərküz eləmək. Ya vabəstə olmaq. Ondan da biraz dərindir. Saplanmaq çox dərin. Dedim də, baxın, misalı buradan fikri alın, qavramı alsaq, dəhrənin dəstəsi, qazmanın dəstəsi, külüyün dəstəsi, belin dəstəsi, o təxtədəndir bu dəstə, o dəmirdəndir. Amma bu ona saplanandan sonra möhkəm qalır, ondan hər iş görə bilirsə, birləşirlər. Buna saplanmaq bu cürsə olur. Bel saplanır, külük saplanır, məsələn, beləsi deyək. Topluluqdan uzaqlaşdılar. Onlar türk topluluğundan uzaqlaşmışdılar. O şeylər, başlarında toskalar ola, Arnavutlar, İslam topluluğundan, müsəlman topluluğundan uzaqlaşmışdılar. Arnavutların ayrılıqçı qruplarının adı Toska idi. Mütərzim yazır ki, o Toska, indi məsələn bizdə milli hərəkət deyirlər ha, indi budur. Deyir, Toska onların istiqlalçı, ayrımcı, təcqi tələb. Ayrımcı, ayrılıqçı, yəni istiqlalçı qruplarının adı Toska imiş. O Toska başçılığında bunlar getdilər Bəktaşiyyəni qəbul elədilər. Bəktaşiyyədən qəbul eləyəndən sonra özləri din əsas. İndi bunu davam bıraq. Bunlar, yəni Bəktaşilər indi qəbul ediblər bu Arnavutlar. Bunlar öncəliklə çağın gərəkləri sayılan oxul və basın, şeir və ədəbiyyatdan nəsiblərini almaq üçün öz dillərini kullanmaq istədilər.
Deyir ki, bu Arnavutlar öncəliklə, əvvəldə, o hərəkət başlananda nə cür başlayıb? Diqqət buyurun. Çağın gərəkləri sayılan oxul və basın, şeir və ədəbiyyat. Bu 5 dənədən. Çağ nə demək? Əsr, zaman, dövrə. O dövrədə ki, taza başlamışdı, gərəki sayılan, lazım, vacib sayılan, gərəkləri, yəni vacibləri sayılan oxul. Okul deyirlər İstanbulda. Okul, mədrəsə. Okul dedim, latindən gəlmə bir şeydir. Mədrəsə adında deyil. Fəlsəfə düşüncəsi anlamındadır. Onun üçün də danışqaha da deyirlər gedirəm okula. Məsələn, burada Kanadada biri demir mən gedirəm danışqaha. Normalda siz heç kəsdən eşitməzsiniz ki, deyəcək mən I was in university. Ya məsələn deyə I was in a məsələn plan department. No. Nə deyir? Deyir ki I was in school. Where are you going? I'm going to school. Adam 4 lirası var. Deyir ki mən gedirəm mədrəsəyə. Çünki mədrəsə yeni fəlsəfə. Burada. Qərbidə. Onun üçün də deyir ki scholarship. Scholarship yəni mədrəsəyə pul vermirlər gedirsə mədrəsəyə. Deyir ki o fəlsəfiyə görə biz sənə pul veririk. Gedirsən fəlsəfəni oxuyasan. O fəlsəfə dini fəlsəfənin qabağında durduğu üçün okul deyirlər. Bir dini mədrəsələr var idi ki, mən dedim bunlara deyirik ki xurafiyyə, fiqhiyyə, xurafiyyə hovzələri. Bir bu var idi, bir də bunun qabağında bir ayrı fəlsəfə çıxdı. O fəlsəfəni mədrəsədə öyrədirdilər, ona görə school dedilər. İndi də biri deyəndə məsələn deyir ki, he's old school, ya he belongs to old school. O əski yöntəmə inanır. Məsələn deyirik ki, maşın sürür, tireli. Bir-biri ilə danışırlar, deyir ki, I am, məsələn deyir, he is old school. Deyir ki, o ranəndə qədim şəklidə ranəndədir. Tirelitilər bunu çox işlədirlər bir-birləri ilə danışanda. Çünki o qədim ilə taza bir-birləri ilə cür gəlmir. Bu bir şeydir, yoldur ki, bunlar okul bəs hər halda odur. İstədim okulun anlamına bir də işarə edeyim. Ki, school sözündən gəlir. School da dinçilərin qarşısında olan mədrəsədir ki, fəlsəfə anlamındadır, düşüncə anlamındadır. İndi, pəs nə oldu? Əsrin gərəkləri, vacibləri nə idi? Mədrəsə, basın. Basın nə demək? Dedim ki, basmaqdandır. Kağızı, qabaq əzə yazılacaq. Sizlər çoxuz görməmişsiniz. İstensil var idi. Mədrəsədə biz gedəndə gördün ki, bir karbon idi. Onu midadın ucu dəmir idi. Ondan yazardılar. O kağız cırılardı. Onu qoyardılar. Dəstgah var idi. Onun üstünə, onun da altına ona bir mürəkkəb səpərdilər. Qozardılar. Vuranda onun əksi düşərdi kağızın üstünə. Dəqiqən çap da belə idi. Çapı da buna görə basın deyirlər ki, indi elə əl-an da geçsəz şeyə, çapxanalara, Təbrizdə, Ərdəbildə, Zəncanda, hər yerdə geçsəz, qədimi çapxanalara görəcəksiniz ki, bir dənə yekə bir tablo yazıblar, yapışdırıb dəstgaha, dəstgah pres edir. Pres yəni basmaq. Dəstgah beləsi gedir üstə, gəlir, vurur kağıza, qalxır kağız gedir o üzə, bir də gəlir, bir də. Orada da cöhər basır üstünə. Gəlir buna vurur, bu gedir ora, kağızı götürür, ayırır, sonra bunlar kağızı qatdırlar, eləyirlər kitab. Məsələn, 4 səhifə olar. Normalda 4 səhifə ya 16 səhifə elərlər, ya da ki, ruznamə olar, 2 səhifə olar. Bu basındır. Amma indica oradan çıxıbdır, dəstgahlar biraz değişilibdir, rotate deyirlər adına. O fəqət elə dəstgah belə fırlanır, o da yazıdır. O da yazıdır. Suyla cöhər gəlir, cöhər üstünə gəlir, su da bir tərəfdən gəlir. O yerdə ki, yazı var, oranı su aparmaz, orada cöhər qalar. Cöhərə yağ deyirlər, oil ink. Bu qalar orada. Dəstgah beləsi, məsələn, o dəstgah ki, mən Tehranda gördüm, Niru İntizami almışdı pul çap eləyə ondan. 100 milyon dolar vermişlər, satdılar bir dana özlərindən birinə 100 milyon tümənə. Mən onda sərbaz idim, 75-də, 76-da. Və yox, qabaq. Mən 73-də o dəstgahları gördüm. O dəstgahlar sürəti 160 km saatdə ruznamə çap edər.
ya pul çap edər. Çox diqqətli bir dəstgahlardılar. Ceyhan Ruznaməsinin vardı, çox əzəmətli bir şeydir. Mən onları gedib görmüşəm. Ruznamə İttilaatın var, çox əzəmətli bir şeydir. Və şeyim var. Bir dənə İran çapdır, nə mənə deyində adı yadımdan çıxıbdır. Dəmavəndə gedəndə Tehranda oradadır. O İranda o böyüklükdə təşkilat yoxdur. Mən Kanadada da o böyüklükdə təşkilat buradan getməmişəm. Bir-iki dənə görmüşəm, o yekəlikdə deyil. Basını istədim deyəm ki, basın yəni mətbuat, beləsi deyim. İndi bunun basının adı olubdur, nə mənə media. Çünki fəqət ruznamə, məcəllə çıxmır, kitab çıxmır. İndi kollən sosial şəbəkələr zətlər də gəlibdir. Çox belə radio, televizyon, bunlar hamısı mahvarədir, internetdir, filmidir, serialdır, musiqi sənətidir. Bunlar çox böyük bir şeydirlər. Deyir ki, və ədəbiyyat, şeir və ədəbiyyat. Təs oldu nə mənə? Okul, basın, şeir və ədəbiyyatdan nəsiblərini, nəsib ərəbcə sözdür, yəni pay, türkcə pay, paylarını almaq üçün öz dillərini kullanmaq istəyirdilər. İstirdilər ki, bunlardan öz faydalarını almaq üçün, əsrin vaciblərindən öz faydalarını almaq üçün dillərini kullanmaq istirdilər, istifadə eləmək istirdilər. Kullanmaq istifadənin türkçəsidir. Bunun üçün bir yazı qəbul etmək gərəkdir. Deyir ki, buna görə ki, bunlardan faydaların alsınlar o 5 dənədən, 5 dənə oldu da, 1, 2, 3, 4 dənədən nəsiblərini alsınlar ki, mən saydım, çoxaltdım. Bunun üçün bir yazı qəbul etmək gərəkdir. Bir yazı forməti, əlifba forməti, yəni qəbul etmək gərəkirdi. İndi latin olsun, ərəbcə olsun, bunu danışırıq. Bunu deyim ki, indi ki bu sözü dedim, Çin ki bu qədər türklərin ziddidir, Çinin rəsmi dili 4 dənədir ya 3 dənədir, əgər iştibah eləməsəm. Türkcə onların biridir. Siz Çini, məndə Çini pul var, Çinli bir dostum var idi burada, ondan almışam. O zaman da getdim, Günas TV-də zıbda görsətdim. Ərəb əlifbası ilə Calibdir, siz Windows-u tənzim eləyəndə Azərbaycancıya da indi bizim Azərbaycanca, ərəb əlifbası ilə bizim Azərbaycancıya da tənzim eləyə bilərsiniz. Bu telefonları da tənzim eləyə bilərsiniz. Uyğurların dili ilə də ərəb əlifbası ilə tənzim eləyə bilərsiniz ki, görəsiniz ki, orada nə fərqimiz var əlifbanı yazmaqda. Bilirsiniz ki, eyni halda Pakistanlılar da ki, yazırlar ordu dilini ki, bizdən almadı, türklərin şeyidir. Dili, türklər yaratdığı bir dildir, məsnui dildir, yapay dildir. Amma dildir, yəni biz ondan müxalifət deyilik. O bir dənə dildə ədəbiyyatı var, şeiri var, musiqisi var, sənəti var, teknolojisi var, fəlsəfəsi var. Yəni biz bunları müxalifət deyilik. Bundan belə ki, bu dil hər yerdən bir şey alıbdır. Bu da heç dilə zəif deyil, diqqət buyurun. Bu ki biz deyirik, farsların dili məsələn 60% ərəbcədir, olsun dildir da, bu da bir tür dildir. Xalis dil yoxdur dünyada. Dünyada xalis dil yoxdur. Çünki dillər alver üçündür. Nəinki cins alver yox ha. Dil əslində özü alver eləməsə, onlar bir dənə hovuz iylənər. Dil alver elər. Dil alver elər. Və dil düşüncəni alver elər. Siz düşüncəni alver eləyənməzsiniz, illa dil ola. Aleyküm salam dostum. Qoca bəy. Pəs, deyir ki, bunun üçün bir yazı qəbul etmək gərəkli, yəni vacib oldu. Gərəkli türkcədir, vacib kəlməsi ki, ərəbcədə onun yerinə işlənir. Qəbul etdikləri yazının latincə olması da göstərir ki, Tuskalar hər şeydən öncə din topluluğundan ayrılmışdılar. Diqqət buyurun. Deyir ki, bunlar neynədilər? Qəbul etdikləri yazının latincə olması. Latincə nə oldu? Bunlar gəldi əlifbanı deyirlər, biz ərəbcə, müsəlman ox. Amma ərəbcənin bəkdaşı yox, amma ərəbcəni qəbul eləmirik. Biz yerinə latin əlifba ilə yazacağıq. Latincə olması da göstərir ki, deyir, onlar ki, latin dilini qəbul edildikləri bunu isbat edir, göstərir, yəni isbat edir ki, isbatı türkcəsidir. Tuskalar, dedik o, məsələn, biz indi Azərbaycan milli fəal deyirik. Orada Tuskalar da Arnavutların öndə gedənləri, hər şeydən öncə bunlar nəyə? Hər şeydən qabaq. Yəni, hər şeydən qabaq nəyə əhəmiyyət verirlər? Din topluluğundan
ayrılmışdılar. Bu bunu göstərir ki, bunlar din topluluğundan ayrılmışdılar. Onun üçün də dinin əlifbasını istəmədilər. Din əlifbası bizim tariximizdə müqəddəs olub. Bilirsiniz, məsələn, bizim bir dənə fəlsəfi məşkəbimiz var, türklər yaradıblar. Adı hurufiyyədir. Hərf. Əlifbanın hərəsinin özünün bir fəlsəfəsi var. Özünün bir möcüzəsi var, hətta beləsi deyə bilərəm. Özü bir düşüncədir. Onun üçün də burada, məsələn, əlifdən danışanda, məsələn, diqqət edəsəz, şeirlərimizdə əlif o nun, görüblər, dal, lam budur ki, deyirlər. Məsələn, bizim deyir ki, əlif-i qəddi tovo, mənim, məsələn, bulan oldum, məsələn, dal oldum, yəni əyildi, belim büküldü. Bunların özünün bir fəlsəfəsi var, onları onun əsasında bu şeirlər deyiblər. Çox güclü bir fəlsəfə imiş özünə, bir zamanda çox modern fəlsəfə imiş. Bəlkə də indiyəcən qalsaydı biz daha fərqli düşüncəmiz olardı, amma mütəəssifanə dinçilər bunu qətliam elədilər. Onun üçün də o da qalmadı. Onların Qurandan da təfsirləri ayrı idi. Çünki hər fəlsəfə özünə görə dindən, Qurandan, hər şeydən təfsiri ayrı olar. Yoxsa fəlsəfə deyil ki. Fəlsəfələrin fərqi elə buradadır. Düşüncələr də burada. İndi biz onun üçün mən dəfələrcə bunu demişəm. Əgər biz farslar kimi yazsaq, farslar kimi oxusaq, farsların kimi yazsaq, farsların kimi oxusaq, bizim düşüncəmizlə farsların düşüncəsinin fərqi yoxdur. Yolumuz birdir. Biz də panfarsizmə gedirik. Biz Turana getmirik, biz türkçılığa getmirik, biz farslığa gedirik. Bunun üçün gərək dinimizi gərək dəyişdirək. Yəni, bu bir vaqiyyət. Şiəliği özümüz tərif eləyək, adamların da, imamların da özümüz tərif eləyək, özümüz yaradaq. Çünki biz eləyə bilmərik. Farsın imamı ilə getsən, Farsın imamına gedəcəksən. Farsın dalısına gedəcəksən. Bir zamandan bəri zəifləməyə başlayan din bağları yerinə milli kültürə dayanan bir birlik qurmağa çalışdılar. Deyir ki, o Arnavutlar bir zamandan bunların din bağlantıları, yəni dil əlaqələri, dil bağlantıları bir-birlərini müsəlmanlarla zəifləməyə başladı, yəni başladı, faildir. Bağları yerinə milli kültürü dayanan, onun yerinə, o zəifləyən din yerinə nə qoydular? Milli kültürə dayanan, milli fərhəngə, milli kültürə, milli səqafəyə dayanan bir birlik qurmağa, bir ittihad. İttihad da ərəbcədir, birlik qurmağa çalışdılar. Millətin hamısını gətirir. Qabaqcan Bəşdaşiyyə idilər, müsəlman idilər, ərəb əlifbasında yazırdılar, amma milliləşəndə istədilər gələlər, özlərinə dil seçələr və gələlər əsrin texnologilərindən istifadə edələr, şeirdən, ədəbiyyatdan, mədrəsədən və mətbuatdan istifadə edələr, özlərinə latin əlifbanı seçdilər. Bir latin əlifbanı seçmənin dəlili budur ki, bunlar İslamdan qırılmışdılar, müsəlmanlardan qırılmışdılar. Ərəblər və kürdlərdə də millətçilik axımı öncə kültür alanında görünməyə başladı. Bəs bunu başlayaq, Osmanlıda yenə danışır. Osmanlıda ərəblərin və kürdlərdə də, yəni bu iki millətdə də millətçilik axımı, axım dedik cərəyan, hərəkət. Millətçilik axımı, hərəkəti öncə, əvvəldə kültür alanında, kültür aranı ya kültür ərsəsi, meydanı alanında görünməyə başladı. Onlarda da buradan başlandı. Bu axımların politik bir nitəlik qazanması, ikinci aşamaları ekonomik bir nitəlikə qazanmaları da üçüncü aşamalardır. Deyir ki, bunlar üç mərhələni keçirdəcəklər, məcburdular. Birinci və söyləsi oldu. Bu axımların politik bir nitəliyə qazanması ikinci. Burada yenə virgül qoymayıbdır. Deyir ki, bu hərəkətin, yəni Arnavut türklərinin istiqlal hərəkatı politikə geçməsi, siyasi olması bir siyasi nitəlik, yəni siyasi çevrilib siyasi olması ya siyasi şəffafiyyətə girməsi, siyasiləşməsi, beləsə hətta desək, ikinci o mərhələ oldu. Əvvəl pəs dil mərhələsi oldu, ikincisi siyasiləşdi, ikinci aşamaları ekonomik bir nitəlik qazanmaları da
iqtisadi, ekonomik iqtisadi, nitəlik, hətta burada indi şəxsiyyət, vəziyyət, durum qazanmaları da üçüncü aşamalarıdır. Onların üçüncü mərhələləri, aşama mərhələ, üçüncü mərhələləri də iqtisadi oldu. Dəqiqən bizə tay. Biz dildən başladıq. Bilirsiniz ki, rəhmətli heyətçildən dil məsələsindən başlandı. Sonra gəldik, siyasiləşdik. Sonra iqtisada. İndi hələ fəilən biz iqtisada çox girişməmişik. Bunun üçün də milli sərmayemiz yoxdur. Baxın, biz məsələn, dil uzmanımız çoxdur, tarix uzmanımız çoxdur, siyasi uzmanımız çoxdur. Bunlar bu iki mərhələdən keçmişik. Yəni dil və siyasətdən keçmişik. Fərhəng və siyasətdən. İndi bizim yüzlərcə, bəlkə minlərcə kitab çap olubdur keçən 40 ildə, 50 ildə. Amma iqtisada görə hələ biz ciddi başlamamışıq. Hətta deyə bilirəm, çevrədə biz biraz iqtisaddan qabaq. Çünki biz hələ milli sərmayədar eləyə bilməmişik yaradaq. Son paragrafımızı oxuyaq və səhvəmiz qurtulsun ki, iki cümlədən ibarətdir, bir cümlədən ibarətdir. Türkçülüyə gəlincə, indi biz türkçülük, yəni ərəbləri dedi, Arnavutları dedi, Kürdləri dedi, indi biz görək. Türkçülüyə gəlincə, bunun da milli kültür alanında başlandığı birlik, bağışlayın, milli kültür alanında başlandığını bilirik. Türkçülük də deyir ki, bunu bilirik ki, türklüyə gəlincə, yəni türklük məsələsini əgər açıqlasaq, deyir ki, bunu da milli kültür alanında başlandığını bilirik. Bilirik ki, bu da, yəni türkçülük də birinci dəfə milli kültür ərsəsində, zəminində başlayıbdır. Türkçülüğün ilk babalarından birisi Əski Darülfünunumuzun, ikincisi də əskəri oxullarımızın qurucusuydur. Pəs, türkçülüğün ilk babalarından birisi Əski Darülfünunun, ki, İranda da, Qacarlar da Darülfünun qurdular. İstanbulda Osmanlı qurandan sonra biz də, Qacarlar da bunu qurdular. Onun deyir ki, pəs, ilk babası nədir? Darülfünundur. Darülfünun türkçülüğün ilk babasıdır. Qabaqdalarda da dedik şu tarixi o cürsü yazdılar. Universitə. İndi universitə deyirlər. Universitə. Latincədə U ilə yazılır. İngiliscədə bunu U ilə oxuyurlar. Deyirlər universitə. Amma əslində bu orada yazılan U-dur. U olduğu üçün Türkiyədə də bunu universitə deyə qəbul ediblər. İkincisi də, ikinci babası nədir? Türkçülüğün Osmanlıda başlayan əskəri oxullarımızın qurucusuydu. Əskəri dediyimiz nədir? Nizamiyyə. Yəni ordu. Ordu okullarını bilirsiniz ki, bizdə də, Qacarlarda da dəqiqən oradan başlanır türkçülük. Bunu deyək ki, biz türkçülüğü indi görməməliyik. Mənim bir dostum vardı, o deyir ki, Fars-Türk davası hardan düşdü? Buna bir tarix, o deyildi, mən bu sözü ondan alıram, düzdür. O dostumuzun adını deyim, çünki fikri onundur. Oğuz Türk. Danışırdıq ikimiz, bəhs ikimizin aramızdaydı. Dedi ki, Türklə Farsın savaşı Səfəvilərin paytaxtı Qəzvindən İsfahana aparandan başlanırdı. Və onlar, yəni Farslar, Qacarı yıxanda, bunu mən deyirəm, o dostumuz deməkdir, bu mənim, orasan odur, mən o fikri qəbul edirəm. Qacarı yıxınacanda onlar qabağa gəliblər. Amma biz də, dediyim kimi, yenə də, türkçülük əvvələn daimən bizim içimizdə olub ölməyibdir. Məsələn, Təbrizli Əli Təbrizli. Məsələn, bunun kitablarını yavaş-yavaş mən dostlar tanışıram. Ehtimalən bundan sonra gedəm onu oxuyan bir ayrı kitab qovul vermişəm. Amma mümkün əli Təbrizini oxuyam. Çünki istəyirəm görüm ki, bizim Güney Azərbaycanda türkçülük nə cür inkişaf eləmişmiş. Onu da bir görüm sonra. Hər halda bizdə də okullar qurulmuşdu. Qacar dövründə, Qacardan da qabaq və bu türkçülük oradan gəlir. Bunun üçün də çox köklü bir şeydir. Yəni kiçik bir şey deyil ki, biz deyək qurtulur. Onun üçün də görürsünüz ki, dalbadal inqilablar olubdu. Dalbadal savaşlar olubdu. Zəifliyib, gücləşibdi, amma olubdu. Dostlar, icazə buyurun 54-cü səhvəmizin başından qoyaq qalsın.
yarın ömrü olsa bunu da oxuyarıq. Çox sağ olun, təşəkkür edirəm, var olun. Sizə can sağlığı arzuluram.